Salam hörmətli abituriyentlər. Bugün yenə də qəbul suallarından birinin izahını veririk. Gəlin sualımıza baxaq. Prairie və Pampaya aid olan və olmayan xüsusiyyətləri müəyyən edin. Prairilər Şimali Amerikada yerləşən çöl təbbi zonasıdır. Pampa da Cənubi Amerikanın çöl təbbi zonasıdır. Yəni hər ikisi çöl təbbi zonasıdır. Dünyada ən çox pambıq, cüt və şəkər qamışı əkilən regionlardır. Bildiyimiz kimi prairilərdə və pampalarda əsasən taxılçılıq bitkiləri əkilir. Ona görə bu aid olmayan fikirdir. Yəni belə deyək, 1-ə olacaq, 2-yə olacaq 1. Ərazisi bir işıqlanma qurşağı daxilində yerləşir. Həm prairilər şimal mülayim işıqlanma qurşağındadır, Pampa da cənub mülayim işıqlanma qurşağı daxilində. Yəni bir işıqlanma qurşağı daxilindədir. Yəni tropik xətti və yaxud qütb dairəsi bunları kəsmir. Ona görə bu oxşar xüsusiyyətdir ki, dünyanın iri emiqrasiya regionlarıdır. Xüsusilə də prairilərin yerləşdiyi regionlar, yəni emiqrasiya yox, immiqrasiya regionlarıdır. Yəni Şimali Amerikada ABŞ və Kanadanın ərazisi. Ona görə bu aid olmayandır. Rütubətlənmə əmsalı təqribən 0,6-ya bərabərdir. Bu aid olan fikirdir. Çünki çöl təbbi zonasında rütubətlənmə əmsalı 0,6-ya bərabərdir. Yəni rütubətlənmə əmsalı 400 bölünsün 600-dür. Yağıntı 400 mm, təqribən buxarlama qabiliyyəti 600 mm olur. Dünyanın ən iri taxılçılıq regionlarıdır. Bunu bayaq da dedik. Bu oxşar xüsusiyyətdir. Hər ikisinə aiddir. Ən yeni elm tutumlu sahələr üzrə ixtisaslaşmışlar. Bu aid olmayan fikirdir. Çünki hamısına aid deyil. Yəni onların yerləşdiyi ölkələrdə də hamısında belə bir şey yoxdur. Ona görə aid olan fikirlər 2, 4, 5, aid olmayanlar isə 1, 3, 6. Düzgün cavabımız olacaq Y variantı.